yol şəbəkəsi elə bir sistemdir ki, bu bütün hərəkət iştirakçıları arasında paralel bölünməlidir. Bu bölgü indi aparılır Azərbaycanda, xüsusən paytaxt Bakıda. Bu yaxınlarda cənab prezident də bu barədə danışdı və bildirdi ki, velosiped zolaqları həm sağlamlıq baxımından velosiped zolaqlarının olması lazımdır, həm də alternativ nəqliyyat şəbəkəsinin qurulması baxımından ki, gələcəkdə bu cür nəqliyyat növünə üstünlük verən insanların sayı artdıqca şəxsi avtomobildən istifadə edənlərin sayı azalacaq. Burada həm də avtobus zolaqları üstünlük təşkil edir. Bu da qeyd olunmalıdır. Nəticə etibarilə şəxsi avtomobillərdən istifadənin azalmasına yönəlmiş addımdır. Ümidvaram ki, bu yaxşı nəticə verəcək. Sadəcə Bakının nəqliyyat sistemi, şəhərsalma sistemi elə qurulub ki, bəli, burada hansısa yolda bir zolağın velosiped üçün ayrılması müəyyən fəsadlar yaradır. Amma zamanla bu məsələ artıq hər kəs tərəfindən qəbul olunur və hamı da başa düşür ki, velosipedçi də hərəkət iştirakçısıdır. Onların da normal hərəkət etmək hüququ var və bu imkanlardan istifadə etmək hüququ var. Dövlət də bu imkanları onlar üçün yaradır. Bütün iri şəhərlər ilk mərhələdə, belə deyək də, işi ancaq avtomobil nəqliyyatının üzərində qurub. Maşınlar üçün yaxşı yollar olsun, maşınlar üçün yaxşı tunellər olsun, körpülər olsun. Amma sonradan o şəhərlər hamısı bax bizim bugün yaşadığımız problemlərlə üzləşiblər və onun həllini də ictimai nəqliyyatın inkişafında görüblər. Velosiped zolaqları, avtobus zolaqları yaratmaqda görüblər ki, insanlar ictimai nəqliyyata, digər alternativ nəqliyyat növlərinə üstünlük versinlər və beləliklə ixracın qarşısını ala bilib. Bir çox şəhərlərdə demək olar ki, əsas nəqliyyat növü kimi bugün velosipeddən istifadə olunur. Düzdür, Azərbaycan mentalitetində mən düşünmürəm ki, bu mümkün olacaq. Çünki velosiped zolaqları daha çox o şəhərlərdə populyarlıq qazanır ki, o şəhərlərin relyefi düz olsun. İki isə dağlıq bir ərazidir. Yasamalda qar yağanda bayılda gün çıxır. Təsəvvür edin, yəni Yasamal görün nə qədər hündürdür ki, Yasamala qar yağır, bayılda gün çıxır. Yəni belə bir iqlimdə velosiped zolaqları o qədər də populyar olmur, amma hər halda nə qədər istifadəçi var. Hətta minlərlə istifadəçidən söhbət gedir və get-gedə də artır. Ona görə onlar üçün bu zolaqların olması vacibdir, lazımdır və düşünürəm ki, gələcəkdə daha çox insanı cəlb etmək üçün faydalıdır.